seçməsi mükafatları qəbul etmək üçün dəvət olunur. Bu inanılmazdır. Həqiqətən də bu bir tarixdir. Futbolçularımız, komanda üzvləri, federasiya nümayəndələri, hər kəs bu anı necə səbirsizliklə gözləyirdi, amma azarkeşlərin dəstəyini xüsusilə vurğulamaq lazımdır. Komandamızın heyətini bir daha açıqlayacaq. Qeyd ki, mükafatları Dünya Mini Futbol Federasiyasının prezidenti Filip Cuda və Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edir. Vəli Qafarov, Müseyib Vəliyev, Ramiz Çoğdarov, Elvin Əlizadə, Samir Həmzəyev, Ağaseyid Qasımov, Talih Babayev, Mirmehdi Rızayev, Kamran Gürbətov, Hüsam İsayev, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Rəvan Kərimov, Fətai Bağırov, Kamran Abdullazadə, Mirkamil Əliyev, Eşkin Tağıyev, baş məşqimiz əlbəttə ki, Şad Quliyev, köməkçi məşqçilər, Sərkan Məşqçiyev, Seymur Məmmədov, Ramil Əsənzadə, həkimimiz Samir Məmmədov, komandanın meneceri Emil Mövsümov və adını çəkə bilmədiyimiz o qədər şəxs var ki, bu çempionatın təşkili məsələlərində hər gün dayanmadan saatlarla çalışdılar. Həqiqətən də çox çətin bir proses həyata keçirildi. Milli Gimnastik Arenasına minnətdarlıq üçün əlbəttə ki, bu mötəbər turniri belə uğurla qəbul etdiyinə görə bütün təşəkkürlər qeyd olundu, bütün minnətdarlıqlar edildi. Sözsüz ki, bu anı hər kəs gözləyir. Biz Avropa çempionu olarkən 2022-ci ildə artıq buna hazırlaşmağa başlamışdı. Azərbaycan seçmə komandasının əsas niyyəti, məqsədi dünya çempionatında qələbə qazanmaq idi. Amma adlarını çəkdiyim şəxsləri biz görürük. Talih Nəsibovu görürük, icraçı vitse-prezident Sərxan Mustafayevi gördük. Əlbəttə ki, bu çempionatda media məsələlərinin təşkilində görülən işlərə görə Sərxan Mustafayevi Mülikdə Federasiyanın rəhbərliyində ən lazımlı transferlərdən, ən güclü transferlərdən biri kimi də dəyərləndirə bilərik və artıq əylənməyin vaxtıdır. Azərbaycan komandası, Azərbaycan seçmə komandası tarixdə 5-ci dəfə keçirilən mini futbol üzrə dünya çempionatının qalibidir. Biz birinciyik. Azərbaycan hər kəsə sübut etdi ki, biz hər birimizdən, bütün komandalardan güclüyük. Ən vacib olan əzmkarlıq, sona qədər mübarizəni hər kəsə nümayiş etdirdik. İndi kubok təqdim olunur. Kubok təqdim olunur. Dünya çempionu Azərbaycan komandası, dünya çempionu Azərbaycan seçməsi, Azərbaycan millisi 2025-ci ilin dünya çempionudur. Azərbaycan seçməsi, öz uşaqlarımız dünya çempionu olur. Bizə qələbə çox yaraşır. 12 gün ərzində çox heyecanlı məqamlar keçirdik. Çox narahat olduq. Səhvlərə görə biraz heyecanlandıq. Gol vuranda sevindik. Milli Gimnastik Arenasına hər kəs gəldi. Hər kəs milli komandamıza dəstək olmağa çalışdı. Onların yanında olmağa səy göstərdilər. Və bu da birliyin nəticəsi. Azərbaycan dünya çempionudur. Mini futbolda Avropa çempionluğundan sonra dünya çempionu titulunu da qazanırıq. Hər kəsi təbrik edirik. Bütün azarkeşləri, bütün həmyerlilərimizi təbrik edirik. Azərbaycan mini futbol komandası çox ümidvarıq ki, bu uğurun davamını gətirəcək. Sizi bu gözəl görüntülərlə baş-başa buraxmaq istəyirəm.